Qanunsuz fəaliyyət göstərən Mostbet, Mailbet, Pinup, OneXBet, Betputa və onlayn lotto kimi platformalardan istifadə ciddi risk deməkdir. Mütəxəssislər bildirirlər ki, bu cür platformaların əsas təhlükəsi onların heç bir dövlət nəzarəti altında fəaliyyət göstərməməsidir. Qanunsuz onlayn mərc və şans oyunlarına qarşı hüquq mühafizə orqanlarının mübarizəsi də davam etdirilir. Eyni zamanda, dövlət bu sahədə qanunvericiliyin daha da sərtləşdirilməsi istiqamətində addımlar atır. Milli Məclisdə müzakirə olunan qanun layihəsində virtual platformalarda qumar oyunlarının təşkili və keçirilməsi, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb edilməsi hallarında daha ağır cəzaların tətbiqi nəzərdə tutulur. Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, ölkəmizdə mərc oyunları lisenziya qaydasında həyata keçirilir. Bilindiyi kimi qumar və mərc oyunları müəyyən yerlərdə və müəyyən lisenziya qaydasında həyata keçirilir. Lakin son dönəmlərdə virtual məkandan istifadə edərək qanunsuz şəkildə qumar oyunlarının və mərc oyunlarının təşkilinin şahidi oluruq. Və burada da əsasən qanunsuz virtual məkanda bu oyunların təşkili, eləcə də yeniyetmələrin bu prosesə cəlb olunmasının nə qədər böyük bir problemlər yaratdığını nəzərə alaraq sanksiyaların ağırlaşmasından söhbət gedir. Bundan sonraki dövrdə hər hansı bir formada bu məkanlardan istifadə edərək belə oyunların təşkil olunması, bura adamların cəlb olunması ciddi şəkildə cəzalandırılacaqdır və cinayət qanunvericiliyində bu məsələ ilə bağlı sanksiyaların da sərtləşdiyini görürük. Eyni zamanda inzibati xətalar məcəlləsində də bu sərtləşməni nəzərdə tutan maddələr qəbul olunmaqdadır. Üçüncü oxunuşda artıq qəbul olunandan sonra bu prezidentin imzalanması üçün təqdim olunacaqdır. Artıq bu qanun qüvvəyə minəndən sonra bu məkanlarda hər hansı bir şəkildə mərc oyunlarının həyata keçirilməsi və onun müəyyən dərəcədə təşviq olunmasına qarşı da ciddi sanksiyalar burada demək yer alacaqdır və artıq bunun tətbiqi istiqamətində də müəyyən tələblər sərtləşdiriləcəkdir. Deputat Razin Rullayev bildirib ki, qanunsuz şəkildə fəaliyyət göstərən qumar oyunlarının, xüsusilə də virtual platformalar üzərindən sürətlə yayılmasının artıq ciddi sosial problemə çevrilməsi səbəbindən qanunvericilik sərtləşdirilir. Hüquqşünas Ellada Bayramova isə qeyd edib ki, qanun layihəsinin əsas məqsədi vətəndaşları maliyyə itkilərindən qorumaqdır. Qanun layihəsinin əsas məqsədi vətəndaşları, xüsusilə gəncləri maliyyə itkilərindən qorumaqdır. Qanunsuz onlayn qumar fəaliyyətinin qarşısını almaq və bu sahədə cinayət məsuliyyətini gücləndirməkdir. Eyni zamanda daha sərt cəza qanunsuz qumar təşkilatçılığının qarşı çəkindirici təsir göstərəcək və virtual platformaya nəzarəti gücləndirəcək və böyük kütlənin maddi zərər görməsi riskini azalmasına xidmət edəcək. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.